İndi isə hörmətli tamaşaçılarımız, görək ölkə və dünya iqtisadiyyatında baş verən xəbərlər nələrdir və bu xəbərləri təqdim etməsi üçün qonşu studiyada olan həmkarım Aysel Fərziyevaya bağlanırıq. Salam Aysel. Hər vaxtınız xeyir Günel. Aysel, buyurun deyin görək, iqtisadi aləmdə nələr baş verir? Günel, bugünkü buraxılışımızda xüsusilə ölkəmizin avtomobil bazarından xəbər öyrənəcəksiniz. Çünki iqtisadçılar hesab edirlər ki, bu bazarda bir xaos hökm sürür və buna səbəb nədir? Ümumiyyətlə, bununla bağlı məlumatlar alacaqsınız. Eyni zamanda əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı da xəbərlər çatdıracaq sizə. Hansı ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işə götürənlərə xəbərdarlıq edir ki, bu bildirişləri sistemə tezliklə daxil etsinlər. Çünki onların artıq bir ay qədər vaxtı qalıb. Eyni zamanda dünya iqtisadiyyatındakı yeniliklərdən də, birjalardakı son vəziyyətdən də Economics'də məlumat alacaqsınız. Buyurun, söz sizdədir. İndi isə bir qədər də ətraflı. İlin yanvar-iyul aylarında Gürcüstandan ölkəmizə avtomobil ixalı 47,2% azalıb. Bu ölkədən Azərbaycana 167,1 milyon dollar dəyərində, yəni 12.856 minik avtomobili ixrac edilib. Gürcüstan Milli Statistika Xidmətindən bu barədə məlumat verilib, bildirilib ki, bu göstərici ötən illə müqayisədə 11.517 avtomobil, yəni 47,2% azdır. Yalnız Gürcüstandan yox, elə digər ölkələrdən də avtomobil ixalında ilin ikinci yarısında 27%li azalma müşahidə edilib. Mütəxəssislərin fikrincə ilin sonuna doğru bu rəqəmlər təxminən 2 dəfə artacaq. Proseslər təkrar avtomobil bazarında qiymətlərin ucuzlaşması ilə nəticələnəcək. Ötən ilki göstəricilərlə müqayisə apardıqda biz ayrı-ayrı avtomarkaların qiymətində azalmalar müşahidə edirik. Təqribən 10%, 15%, bəzi hallarda bir qədər də çox. Əgər belə deyək, tələb aşağı düşürsə, təklif həcmi artırsa və yaxud stabil qalırsa, bu halda qiymət azalması qaçılmazdır. İndiyədək 300 mindən çox əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilib. Bu barədə bugün keçirilən bildirişlərin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı seminar müşavirədə məlumat verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işə götürənlərə xəbərdarlıq edib. Onların son bir ay vaxtı qalıb. Bu müddət ərzində bütün sahibkarlar öz işçiləri ilə imzaladıqları əmək müqavilələrini elektron informasiya sisteminə daxil etməlidirlər. Əgər əvvəlki günlər, biz bu prosesə başlayan günlər, gün ərzində 1000-ə yaxın işçi barədə məlumatlar daxil olurdusa, artıq son günlər hər gün üçün 20.000 və onun üzərində işçilər haqqında məlumatlar daxil olur. Biz 1 oktyabr 2014-cü il tarixə qədər cərimələr tətbiq etməyəcək. Ondan sonra isə o prosesə qoşulmayan işə götürənlər barəsində qanun tələblərinə uyğun olaraq cərimələrin tətbiq edilməsi start verilir. İndi isə dünya iqtisadiyyatındakı əsas iqtisadi yeniliklərə nəzər salaq. Avropa Mərkəzi Bankının sədri Mario Draghi'nin ötən həftə Birləşmiş Ştatlarda mərkəzi bankların rəhbərləri ilə görüşünü Avropanın maliyyə bazarları müsbət siqnal kimi dəyərləndiriblər. İnvestorların fikrincə bu görüş Avropa Mərkəzi Bankının pul valyuta siyasətinin daha da yumşaldılmasına xidmət edəcək. Onlar Draghi'nin çıxışı zamanı səsləndirdiyi bir sıra fikirlərə əsaslanaraq belə qənaətə gəliblər. Avropa Mərkəzi Bankı Avrozondakı inflyasiyanın aşağı inməsinin qarşısını almaq üçün bütün mümkün vasitələrə əl atmağa hazırdır. Artıq uzun müddətdir ki, Avrozonada inflyasiya səviyyəsi sabit olaraq illik 1%-dən də aşağı həddədir. Avqust ayında qiymətlər cəmi 0,3% artım nümayiş etdirib. Avropa Mərkəzi Bankı istehlak qiymətlərinin belə zəif artımını iqtisadiyyat üçün çox təhlükəli sayır. Macarıstan virtual valyuta Bitcoin'in tətbiq olunduğu növbəti ölkə oldu. Bu ölkənin paytaxtı Budapeştdə yerli valyuta sayılan forintin Bitcoin ilə mübadiləsini həyata keçirən ilk bankomat açılıb. Macarıstan üçün hələ ki bu bir yenilikdir. Lakin bu uğurlu başlanğıcın gələcəyinə böyük ümidlər bəsləyirəm. Biz hələ ilk addımlarımızı atırıq və təbii ki, yalnız məhdud dairələrdə buna maraq göstərilir. Lakin məhz bu yolla Bitcoin geniş kütləyə yol aça bilər. Gələcəkdə onun xidmətindən taksi sürücüsündən tutmuş polisə kimi hamı istifadə edəcək. Qısa zamanda Bitcoin bizim gündəlik həyatımızın tərkib hissəsinə çevriləcək.
Malayziya Hava Yolları isə işçilərinin 25%-ni işdən çıxara bilər. Belə ki, martda Malayziya Hava Yollarına aid təyyarənin Hind okeanında radarlardan itməsi, iyulun 17-sində isə başqa bir təyyarənin Ukrayna sərhədində vurulması şirkətin imicinin mənfi təsir göstərib. Bu uğursuzluqlardan sonra isə şirkət bəzi uçuşları ləğv edəcəyini və 5-6 min işçisini işdən çıxaracağını açıqlayıb. Elə xəbərdən də dərhal sonra şirkətin birjalardakı səhmləri sürətlə ucuzlaşmağa başlayıb. Hazırda Dünya Fond birjalarında bütün əsas indekslər qırmızı zonadadılar. Amerikanın Dow Jones, S&P 500 və Nasdaq 100 indeksləri 0,2, 0,5% bahalaşıblar. Yaponiyanın Nikkei 225 indeksi də dəyərini 0,45% itirib və Böyük Britaniyanın FTSE 100 indeksi isə yeganə bahalaşan indeksdir, 0,36%. Neft birjalarında da vəziyyət müsbətə doğru dəyişib. London birjasında hər raca çıxarılan Brent neftinin qiyməti $102.94-dir. Onun qiyməti 0,22% yüksəlib. New York MT birjasında hər raca çıxarılan Light nefti isə 0,26% bahalaşaraq $93.68 təklif edilib. Qızılın qiyməti isə yenidən yüksəlişə başlayıb və 0,98% itki verən bu metalın bir unsiyası $1289.10 təklif edilir. Gümüş isə daha çox 1,3% dəyərini artırıb. İndi $19.54 satılır. Palladium və mis isə əksinə qiymət itkisi ilə üzləşiblər. Avro-dollar 1,3204-də mübadilə olunur. Dollar yen 103.86-dır. Funt sterling dollar isə 1,6580-ə bərabərdir. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 4 qəpik, Rusiya rublu 2,2 qəpik, Türk lirəsi isə 36 qəpik. Belə, bu bizim sizə Ekonomiks'də çatdıracağımız sonuncu iqtisadiyyat xəbəri idi. Səda isə həmkarım Günel Gözəlovanın təqdimatında davam edir. Təşəkkür